Rəcəb ayının gecələrindən birində hər kim 10 rükət namaz qılsa. 10 rükətdə necə dedim? 2 rükət, 2 rükət. Yəni 5 dənə sübh namazı kimi. Həmd bir dəfə. Həmdən sonra Kafirun surəsi bir dəfə. Amma Qul Huvallah surəsi isə neçə dəfə? 3 dəfə. Bu rahat namazdır. 5 dənə sübh namazı kimi. Niyyət də bunların hamısında Rəcəb ayının namazını qılıram. Rəcəb ayının Peyğəmbər tövsiyə eləyən, Əhl-i Beyt tövsiyə eləyən namazını qılıram qurbətən ilallah. Belə niyyət eləyəsiniz. 10 rükət. 2 rükət, 2 rükət salamla bitirib növbəti 2 rükəti başlayırsan. Hər rükətdə də həmdən sonra bir dəfə Kafirun surəsi, 3 dəfə də Qul Huvallah surəsini oxuyursan. Kim bunu icra eləsə, rivayət deyir, bu rivayət də Peyğəmbər sallallahu aleyhi və səlləmdəndir. Deyir, Allah onun bütün keçmiş günahlarını nə eləyəcək? Bağışlayacaq.